Hərbiçilərə tutduqları vəzifəyə və hərbi rütbələrinə görə verilən ödənişin məbləğinin artırılması təklif olunur. Bununla bağlı məsələ İnsan Hüquqları üzrə müvəkkilin Ombudsmanın 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İnsan Hüquqları Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Ombudsmanın təklifinə görə hərbi qulluqçulara müddətli həqiqi hərbi qulluqçuları istisna olmaqla tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılmalıdır. Qeyd olunub ki, real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləği də artırılmalıdır. Sənəddə vurğulanır ki, 1-ci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasına da olan müddətdə Respublikanın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda, həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi də vacibdir. Həmçinin şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması da təklif olunur. Qeyd edək ki, hazırda ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 260 manatdır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına verilən müavinətin məbləği isə 140 manat təşkil edir.